İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam edir. Bugün Ağdam və Xocavənd şəhərləri növbəti sakinlərini qarşılayıblar. Onlar yeni mənzillərlə təmin olunublar. Böyük qayıdış proqramı çərçivəsində Ağdama 156 nəfərdən ibarət 41 ailə qayıdıb. Onlar doğma şəhərlərinə qayıtmağın sevincini yaşayıblar. Bu mərhələdə qayıdanlar əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Mənim doğulduğum küçədir. Mən bu küçədə yaşamışam. Bəlkə də yeganə şəxs olaraq öz köhnə məhəlləmizə düşmüşəm yəni. Bunun özü mənim üçün daha böyük xoşbəxtçilikdir. Bu gün qayıtdıq öz vətənimizə, doğulub boya başa çatdığım Ağdam şəhərinə. İnşallah bundan sonra bizim öhdəmizə düşən bu şəhərin bünövrəsinin, təməlin möhkəm qurmaq, vətən sevgisini bu gənc nəsildə aşılamaq, onlara örnək olmaq. Xocavəndə isə 206 nəfərdən ibarət 57 ailə qayıdıb. 4 yaşımda çıxmışdım bura. 39 yaşımda geri dönüş eləmişəm. Biz olmasaq da bizdən sonraki nəsil bu torpaqlarda gəlsinlər, yaşasınlar. Müdrik, gözəl, firavan, elimizdə, obamızda, adət-ənənələrimizlə. 60 yaşa yaxınlaşmışam, mən belə sevinci yaşamamışam. 33 il çəkdiyimiz həsrəti indi doğma vətənimizə, doğma Xocavəndimizə qayıtmışıq. İşğaldan azad olunan ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi davam etdirilir. Elnur Tofiqlə Allahverdiyeva, Elgün Qəmbərli, Günel Habil qızı, ASTV Xəbər.